Hər birinizi salamlayıram. Bugün gördüyünüz kimi Çangan A05 modeli ilə sizi tanış edəcəm. Bildiyim qədərilə. Bu avtomobili 200 gündür idarə edirəm. Bildiyim qədərilə sizə göstərəcəm. Demək, şüşəsindən şotku biraz çətin oldu tapmaq. Bunu burduqca avtomatik olaraq işləyir. Belə. Dalili bilicini. 360 kamera. Vurduqda hər tərəfi göstərir. Buradan üstəyə də qoya bilərsiniz.晚上好啊。 Bu düyməni sıxdıqda Kitay dilində nəsə axtarış eləmək üçün modlardır, avtomobil modları, sport mod, komfort mod, ekonom dəyişə bilərsiniz rahatlıqla. Mahnı dəyişməkdir, səs alıb verməkdir. Bu belə deyək, sərnişin əleyhinə, yəni sərnişin maşının səsini eşitsin deyə çölə siqnal verir. Başqa burada yenə təkrar kamera var, avtomobilə uyğun modlar var. Drive moddur, hibriddir, komfortdur, sportdur. Digər avtoholddur. Avtomobil dayandıqda ayağınızı tormozdan çəkirsiniz, avtomobil dayanır. Yüngül qaza toxunanda avtomatik olaraq irəliləyir. Enerji bölməsidir. Burada avtomatik qapıların sürərkən açılıb bağlanması və s. Burada ışıqlardır, yəni qapıları bağladıqdan neçə saniyə sonra ışıqlar sönsün. Işıqlardır, avtodadır bu dəqiqə məndə hal-hazırda. Yəni bu yaxın vuran ışıqlar, belə deyək. Mən avtoda istifadə edirəm. Zolaq tanımadı asistan, park radarlardır. Kostum özünüzə aid nəsə bir seçim edirsiniz və o düyməni sıxdıqda bu ulduz düyməsini avtomatik olaraq sizin sürüş rejiminizə keçir. Digər heç nə yoxdur. Kamerada bayaq dediyim kimi, əgər buludsa qoşulubsa avtomatik zənglərdir. Menü hələ ki Kitay dilindədir, yəni Kitay avtomobili olduğu üçün, yəni Kitay menüsüdür. Hələ ki proqramlaşdırmamışıq. Ona görə YouTube falan nəsə vez yoxdur. Kondisionerdir. Ev modu, yəni buradan qoya bilərsiniz. Tam elektrik ya motor plug-in hibrid. Kondisionerdir. Kondisioner ayrıca olaraq burada da var. Birinci xoda qoymaq və yaxud da bu avtomatik olaraq ölçüləri. Parkovkaya atdıqda, yəni korobkası buradadır bu maşınların. Parkovkaya atdıqda avtomobil avtomatik olaraq ələ ilə dartılır. Bakın qapağıdır. Qaza dayanma ışığıdır. Hələ ki bu qədər. İndi biraz qısa oldu videomuz. Yeni başlamışıq çəkilişlərə. İnşallah abunə olun. Davamlı olaraq bildiyim qədərlə sizə də göstərəcəm. Çangan A05 modeli və BYD Destroyer 05 modeli üçün haqqında. Bir də onu deyim ki, burada açar şarj yeri var. Açarı bura qoyduqda avtomatik olaraq şarj edir. Kanala abunə olun. Yeni videolarla qarşınızda olacağım.